Gəncədə icra hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Yunis Səfərovun sözlərinə görə, o hadisədən əvvəl Gəncədə Kapital Bankı mühafizə edən polis əməkdaşına xəsarət yetirərək onun Makarov markalı tapançasını ələ keçirib. Daha sonra 3 gün gizləndiyini bildirmişdi. Həmin müddətdə o, Azərbaycan ictimaiyyətinə video müraciət edərək ölkədə baş verən zülmlərə biganə qalmamağa çağırmışdı. Bir söz deyən kimi də deyirlər ki, əgər biz nəsə eləsək, gəlib bizim hamımızı aparacaqlar. Bizim hamımızı gəlib aparacaqlar. Elə bir biz belə odun parçalarıyıq, düzülmüşük bir küncə. Gəlib bizi belə götürəcəklər və aparacaq. Demək, cinayət eləyən bunlar, xəyanət eləyən bunlar, hər cürə haqsızlıq, hər cürə zülm eləyən bunlar bir-birinə deməkdən ki, bizi gəlib aparacaqlar. Məsələn, möminlər gəlib bizi aparacaqlar. Möminlər bir-birinə deyirlər ki, bunlar bizi gəlib aparacaqlar. Yunis Səfərov Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum etdikdən sonra hadisə yerində saxlanılıb. Səfərov sonradan işgəncəyə məruz qaldığını bildirmişdi. Onun sözlərinə görə özündən hücumu tək başına deyil, mütəşəkkil qrupun tərkibində törətdiyini və xarici dairələrdən göstəriş aldığını bildirən ifadə verməsi tələb olunurdu. Yunis Səfərov isə məhkəmədə demişdi ki, bu zorakı yola əl atması ölkədə hökm sürən məmur özbaşınalığına və cəzasızlığa qarşı etiraz aktı idi. Baxlar dediyim kimi, mənim bu addım atmağa vadar edən bir yox bir neçə səbəb olur. Əgər bu səbəbləri bir sözlə desək, mənim bu addım atmağa vadar edən məmur özbaşınalığı olur. Lakin məmur özbaşınalığı dedikdə, söhbət yalnız Elmar Vəliyevdən getmir. Söhbət yalnız Gəncədən getmir. Ümumi işdə ölkəmizi demək olar ki, öz zənginə almış bu xəstəlikdən gedir. Belə bir vəziyyətdə, əgər vətəndaş etiraz edilsə, bu təbiidir. Normaldır, belə də olmalıdır. Burada bir problem yoxdur. Problem nədir? Problem budur ki, niyə məhz belə bir formadır? Zor, güc, silah, mən sizə deyim. Ağlı məsələdir ki, belə bir vəziyyətə qarşı etiraz edən insan hər hansı bir formada bunu eləsin, onun niyyəti, məqsədi problemi aradan qaldırmaq. Yəni, ədaləti bərqərar edir. Ədalətin bərqərar olması isə təəssüf ki, heç də həyatda bizim istədiyimiz kimi realizə olunur. Demək, İmam Şəmilin bir sözü var. O demişdir, azadlıq yalvar yaxırla əldə olunmur. Yalnız zorla, güclə və bəzən ədalətin də bərqərar olması məhz bu cür olur. Və əlbəttə ki, bu bizim xoşumuza gəlir. Zor, güc, xoşumuza gəlir. Ancaq məsələ bunda deyil ki, xoşumuza gəlir, yoxsa gəlmir. Məsələ bundadır ki, həyatın qanunudur, reallıq bəzən bunu bizdən tələb edir.